Birinci dərsdə biz Excel proqramını 3 üsulla açmağını öyrəndik. Birinci üsul işçi masadan, ikinci taskbar panelindən və üçüncü push start düyməsini basıb bu menyudan. Bundan sonra proqramın interfeysini nəzərdən keçirdik və əmrləri cəld geniş panelinə yerləşdirdik və həmin paneldən yox etdik. Bugünkü dərsdə biz Excel fayllarını yaradacağıq, ora məlumat əlavə edəcəyik və həmin məlumatı yaddaşa göndərəcəyik. Gəl başlayaq. Açırıq Excel faylını. Belə bir pəncərə görsənir. İstəsəz avtonom işə salırsınız. Hazır vərəqlər var. Amma biz boş kitabla işləyəcəyik. Pustaya kniga. Basırıq və belə bir fayl yaranır. Fikir verirsiniz, faylın adı kniga 1 gedir. Excel fayllarında, yəni Rus versiyasında təzə fayl yaradanda adı kniga gedir. Kniga 1, kniga 2, kniga 3. Adı dəyişəndən sonra həmin ad kniga 1 adını əvəz edəcək. Gəl indi burada müəyyən bir məlumat daxil edək, sonra həmin faylı yaddaşa göndərək. Bizim bütün fayllarımız Excel as qovluğunda yerləşəcək, yəni burada. Bağlayaq buranı. Tutalım ki, bizdə texnika dükanıdır və həmin dükanda biz cürbəcür mallar satırıq. Yəni, televizorlar, planşetlər, smartfonlar, soyuducular, paltarlayan maşınlar və s. Gəl müəyyən bir məlumat bu fayla yerləşdirək. Və başlayırıq A1 xanasından, A1 qrafasından, yəni birinci sətirdən A sütunun kəsişməsi yerindən keçirik Azərbaycan dilinə və buraya yığırıq aşağıdakı məlumatı. Məişət və ofis avadanlıqları. Və ofis avadanlıqları. Və tutalım ki, satış 2025-ci ilin mart ayında yerinə yetirilir. Gəl bu vərəqi adını dəyişək və qoyaq mart ayı, yəni mart. Sağ düymənin üstündə basarıq, belə bir menü açılır. Buradan preminovat, yəni adını dəyiş əmrini seçirik və burada yığırıq mart və enter düyməsini basırıq. İndi gəl burada başlıqları yığaq. Tutalım ki, tarix, yəni hansı gün mal satılıb, malın adı, alış qiyməti, satış qiyməti və say. Yəni neçə də mal satılıb. Burada yığırıq tutalım tarixi martın 1-i, martın 2-si. İndi bundan sonra yığmaq olar martın 3-ü, martın 4-ü, 5-i, 6-sı, 7-si, 8-i. Amma bu məlumatı yığmamaq üçün aşağıdakı əməliyyatı yerinə yetirirlər. Bu iki xananı qaraldırıq.
Və bu işarəyə fikir verirsiniz. Və belə nöqtədir ya dörd bucaqdır, görürsünüz tünc rəngdə. Və kursora fikir verir. Görürsünüz ağ xaç işarəsindədir. Həmin nöqtəyə yaxınlaşdıran kimi kursorun xarici görünüşü dəyişir və qara xaç formasını alır. Bunu görən kimi mışqanın sol düyməsini basırsınız və buraxmadan dartırsınız aşağı lazım olan yerə qədər. Tutalım ki, bura qədər. Və fikir verirsiniz 3'ü, 4'ü, 5'i, 6'sı, 7'si. Yəni bu iki xananı qaraldanda sistem başa düşür ki, bunların arasında bir gün fərq var. Yəni martın 1'i, martın 2'si. Ona görə 1-1 bu xanalarda lazım olan yerə qədər tarixi artır. Yəni eləyir 3'ü, 4'ü, 5'i, 6'sı, 7'si. Əgər belə olsaydı, gəz dala qaytaraq. Tamam, burada 1'i, burada isə ayın 3'üdür. Görürsünüz fərq 2 gündür. Yenə də həmin əməliyyatı eləsək, burada olacaq 5'i, 7'si, 9'u, 11'i. Fikir veririz. Görürsünüz, sistem başa düşür ki, iki xananın arasında 2 gün fərq var və başlayır 2-2 artırmağa. Yəni bu olduqca rahatdır. Yəni tutalım ki, martın 1-dən 31-nə qədər yığmaq istəyirsinizsə, yalnız iki xananı yığırsınız, sonra belə qaraldırsınız, kursoru yaxınlaşırsınız və dartırsınız axıra qədər. Yəni hara qədər lazımdır dartırsınız və avtomatik həmin xanalar dolur. Tutalım ki, malın adı birinci gün satmışıq, deyək ki, televizor. Düzdür. Yox belə, televizor. Televizor. Tutalım sonra satmışıq, deyək ki, smartfon. Sonra satılıb kompüter. Planşet. Paltar yuyan maşın. Və deyək ki, qab yuyan maşın. Alış qiyməti deyək ki, 1000 manat. Smartfonda deyək ki, 1500 manat. Kompüter deyək ki, 1500 manat. Planşet olsun 1200 manat. Paltar yuyan maşın 1500 manat. Qab yuyan maşın 2000 manat. Bu alış qiyməti. İndi götürək satış qiymətdən. Deyək ki, 1200, 1700, 1700, 1350, 1650 və qab yuyan maşın eləyək 2200. Deyək ki, belə. Sayını da yığaq bura. 3, 4, 2, 5, 1, tutalım ki 1. Ümumiyyətlə bu sayı gərək buraya yerləşdirərdik. Malın adından sonra. Mən özüm burada yerləşdirdim ki, sonra bunu bura atarıq. Görəsiz bunu necə eləmək olar. İndi fikir verirsiniz. Və burada görürsünüz müəyyən məlumat bu sütunlarda yerləşmir. Alış qiyməti yerləşmir, satış qiyməti yerləşmir. Burada görürsünüz qab yuyan yerləşmir, paltar yuyan yerləşmir. Sütunların enini necə dəyişmək olar? Birinci üsul əllə. Yəni bir-bir. Bu xəttləri görürsünüz. Sütunları ayıran xəttlər yoxdur. Yerləşdirirsiniz kursoru həmin sütunu ayıran xəttin üstündə. Fikir verirsiniz kursora. Ağ rəngdədir, xaç ağ xaçdır. Yaxınlaşdırırsınız həmin xəttə, görürsünüz qara xaç olur. Mışqanın sol düyməsini basırsınız və sağ tərəfə dartırsınız. Burada hər şey yerindədir. Yerləşdirdiniz, sol düyməni bastınız və dartırsınız sağa. Belə. Burada da yerləşdirdiniz, dartdınız sağa.
yerləşdirdiniz, dartdınız sağa. Amma əgər burada sütunların sayı çoxdursa, bizdə cəmi 5 sütundur, amma ola sizə 10, 15 yaxud 20 sütundur. Bir-bir bunu eləmək biraz çətindir. Qaytaraq əməliyyatlarda da həmin əməliyyatı sistemə tapşırmaq olar, avtomatik yerinə yetirsin. Bu əmrdir. Format avtopodbor şirini stolpsa. Yəni, format menüsündən bu əmri seçirsiniz və sütunun eni avtomatik genişlənir. Əvvəlcə lazım olan sütunu qaldırsınız, kursoru yaxınlaşdırırıq. Ya sol tərəfdən birinci sütuna, ya sağ tərəfdən birinci sütuna görürsünüz. Kursor dəyişir. Olur belə qara ox işarəsi. Görürsünüz. Muşkanın sol düyməsinə basırsınız. Birinci sütun qaralır və muşkanın düyməsini buraxmadan dartırsınız sağa, lazım olan yerə qədər. Buraxırsınız, keçirsiniz format menüsünə, Glавное Home tabında format menüsünə, burada 3 bucağı basırsınız və buradan avtopodbor şirini stolpsa əmrini seçirsiniz. Görürsünüz, sistem avtomatik əməliyyatı yerinə yetirir. Birinci sətr ümumiyyətlə eləməmək də olardı, amma eyb yox, qoy qalsın. Bu birinci variant. Avtomatik. İkinci variant da var burada, avtomatik üçün. Qaytaraq dala. Yenə də hər şeyi qaraltdınız, keçirsiniz format əmrinə və buradan şirinə stolpsa sütunun enini əmrini seçirsiniz. Burada isə sistem görürsə heç nə eləmir. Özünüz yığa bilərsiniz. Tutalım ki, enini verirsiniz 15. İndi mən ləğv edirəm əmri. Bir daha bu əmrə də baxaq. Görürsünüz, şirina po umolchanию. Yəni, sütunların, görürsünüz, bu enidir. Avtomatik enini göstərir sizə. Sistem qoyur. Görürsünüz, 8,38 punkt. Yəni, bu 8,38'dir. Buna uyğun baxaraq siz burada avtomatik en verə bilərsiniz. Bu əmrlə. Tutalım ki 10 götürək. Bax bu əmrlə. Tutalım ki eni 10 götürək. 10 punkt. Bax belə olacaq. Görürsünüz, bu iki komanda yerləşmir. Buradakılar hamısı yerləşdi. Bu başlığa fikir verməyiz. Onu gələn dərsdə düzəldəcəyik. Bu iki əmrə bax, görürsünüz, yerləşmir. Yenə də verə bilərsiniz bu əmri. Və burada yığa bilərsiniz 10 yox, 12 deyək. Yenə də yerləşmir. Görürsünüz, bütün sütunlar yerləşdi, bir daha burada yerləşmir. Bunu əllə də eləmək olar, belə. Yəni, optimal variant budur. Avtopodbor, yəni avtomatik sistem özü seçir. Yox, istəyirsiniz, yarım avtomat rejimdə işləyəsiniz, onu da verirsiniz sütunun eni. Eyni əməliyyatlar da bu əməliyyatlardır. Yəni, bunlara oxşar əməliyyatlardır, eynidir. Sadəcə olaraq bunlar sütuna aiddir. Bunlar isə sətrə aiddir. Sətrin hündürlüyünü dəyişmək olar bundan. Gəl, belə eləyək. Tutan ki, sətrin hündürlüyü belədir. Görürsünüz, yenə də burada sütuna yaxınlaşdırılır kursoru. Burada isə sətrin ayıran xəttləri yaxınlaşdırırıq və sol düyməni basıb dartırıq. Görürsünüz, yuxarı, aşağı. Avtomatik dəyişmək istəsəz, sətri qaraldırsınız, keçirsiniz bura, verirsiniz avtopodbor vusatı straki, yəni sətrin hündürlüyünü avtomatik dəyiş. Sistem özü bildiyi kimi dəyişir. Bax belə. İndi burada istəsəz biraz da xırdalaya bilərsiniz, bax belə çəkə bilərsiniz. Necə istəyirsiniz. Gəl bunun formatını biraz dəyişək. Tutalım ki, bunu deyək ki, qara eləyək. Yağlı. Bax belə. İndi bu məlumatı yaddaşa göndəririk. Ya buradan saxranit düyməsini basırsınız, yəni yaddaşa saxla, ya da fayl tabını basıb buradan saxranit ya saxranitka, yəni yaddaşa göndəririk. Əgər fayl birinci dəfə yaranıbsa, fərqi yoxdur. İstəyirsiniz saxranit düyməsini basırsınız, yəni yaddaşda saxla, ya da saxranit kak əmrini basırsınız.
İkinci, üçüncü və dördüncü və s. dəfələr saxlayın düyməsini basırsınız ki, fayl artıq yerləşən papkada, yaddaşda qalsın. Gəl bax, birinci dəfə saxlayınız kak. Bu əmri seçin. Sistem deyir ki, harda yaddaşda saxlayacaqsınız faylı. Seçirsiniz ya etat kompüter, bu kompüter, yaxud abzor. Yəni, baxış elə. Fərqi yoxdur. Hansını seçirsiniz. Bizdə həmin qovluq, bizə lazım olan qovluq, rabochi stolda, işçi masada yerləşir. Keçirik bura. Excel az. Seçdik bu qovluğu. Sənədin adını dəyişirik. Deyək ki, dərs 2. Bizdə bu ikinci dərsdir. Dərs 2. Və göndəririk yaddaşa. Buradan çıxırıq. İndi həmin faylı açmaq üçün iki üsul. Ya keçirsiniz qovluğun içinə və buradan dərs 2 faylını açırsınız. Göz açıldı. Bağlayaq buranı. Buranı da bağlayaq. Ya da keçirsiniz Excel proqramını açırsınız. Excel proqramı içində baxırsınız. Последний, yəni axırıncı açılan sənədlər burada görsənir. Və basırsınız dərs 2. Əgər burada görsənmirsə, onda bu əmri seçirsiniz. Və burada görürsünüz, burada da tapırsınız. Dərs 2. Və həmin sənəd açıldı. Bugünə bu qədər. Təşəkkürlər.